Yaxında biraz. Gündələn eləsəm. Salam çox Sonra onu kəsə bilirəm ağzıma. Yəni gözlə sonra başla. Salam çox gözəl və dəyərli insanlar. Dubl bir dəqiqə. Salam çox gözəl və dəyərli insanlar. Bəli, salam çox dəyərli gözəl insanlar. Biz indi sizinlə, daha doğrusu mən Mehinlə Şəkicə, Azərbaycanca lüğət başlığı altında bir video çəkəcəyik. Tələffüz olunan sözlər Şəki dilində. Bəli. Mehin neçə yaşın var? 12. 12 yaşı var. Bakıda doğulub, Bakıda böyüyüb. Düzdür, evdə filan Şəki ləhcəsində danışılır, kəndə gedir gəlir. İndi bax yoxlayacağam görüm. Mehin Şəkidə işlənən sözləri ədəbi dildə necə tələffüz olunur tapa biləcəkmi? Mən Şəki ləhcəsində deyəcəm. Ədəbi dildə necə tələffüz olunur, sən onu deyəcəksən. Oldu? Və ya mənasını deyəcəksən. Oldu mu? Mən yazmışam bura sözləri. Mehinin xəbəri yoxdur, sürpriz olacaq. Amma tez cavab verməyə çalışacaq. Aha. Bətcə. Balaca. Aha. Bəycə. Azı. Azca. Biraz ucadan danış. Azca. Aha. Azı. Bəs beycə. Beycə. Beycə nədir? Beycə bilmirəm ki, biraz. Bax, bəycə biraz deməkdir elə. Biraz, hə. Aha. Bəs beycə bu gecə deməkdir. Beycə bu gecə. Aha. Aha. İndi birini deyirəm. Bərəz. Bilmirsən? Eşitməmisən? Eşitməmişəm. Bərəz biraz deməkdir. Ma bərəz əppək ver. Bəycə. Bərəz, bəycə. Bəycə də deyə bilərsən, bərəz də deyə bilərsən. Bəycə biraz demək, yəni belə özümdə qarışdırdım. İndi birini deyirəm, oxşar sözlərdə. İnşallah tapa bilərəm. Aha. Geyaq. Gedək. Gedək. Bəs giyaq. Geynək. Əla. Bəs yaxşı. Bir dənə asandan deyirəm. Nahna. Mane. Nanə. Bunu yəni çox adam təxmin edirlər. Birini də deyirəm. Öyralı. Eşitməmişəm. 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 Bəlkə də siz demişsiniz, amma mən eşitməmişəm. İstifadə eləməmişəm. Aha. Öyralı bir neçə gün əvvəl deməkdir. Yəni yaxın vaxtlarda olub. Yəni bir neçə gün əvvəl mənasında. Öyralı Mehin bizə gəlmişdi. Məsələn, oldu? Bir neçə gün qabaq. Bir dənə də bunu mən dərsdə də istifadə edirəm. Mürəkkəb. Mürəkkəb. Nədir? Mürəkkəb nədir? Börtcan kimi meyvə. Hadi biz kənddə mürəkkəb yeməyiz. Yemişəm. Mürəkkəb yemək getməz, çoldan, çosdan, hə? Ay sağ ol. Böyürtkən. Daha doğrusu mürəkkəb bizdə çox dəyərli gözəl insanlar böyürtkənə mürəkkəb deyirlər. Mən bunu dərslərdə də istifadə edirəm. Amonim mövzusunu keçəndə. Məncə ədəbi dildə yoxdur hər halda. Dilçilik İnstitutu bunu nəzərə alsın. Amonim kimi təklif edirəm ki, mürəkkəb sözünü amonim silsiləsinə daxil eləsinlər. Belə, necə idi? Bu qədər. Əla. Kəmlə 10 dənəsindən və 6-sını bilmişəm. Aha, neçəsini bilmədin. Bətcəni bildim. Öyralını bilmədin, bərəz bilmədin. Oğuzları bildin məncə. Hə, 2 dənəsini bilmədin. Aferin sana. Əla. Məncə ilk dəfə üçün yaxşı idi. Bay bay. Hələlik, nə demək lazımdır? Növbəti görüşlərdə yox. Növbəti videolarda növbəti görüş böyük ehtimal gələn yaya təsadüf eləyəcək və 3 nöqtə kanalına abunə olmaq, like eləmək, sonra paylaşmaq, bəyənmək sərbəstdir.